Adamlar bir sözünə də çaşır. Mən bunu izah eləyə bilməyəcəm, bu fəlsəfə dərsi deyil. Adamlar bir sözünə də çaşır, bunları danışanda. Deyib, bu nə nizam? Özü yaradıb da bu nizamı. Yaratmayardı belə nizam. Başqa cür nizam yaradardı. Amma buna mən belə deyim, oxuyanlar, elməhli biləcək mən nə dedim, qalanlarına izah eləmək vaxt aparar, çox da istəmirəm vaxta daxil olaq. Deyə bilərsiniz ki, yaxşı da Allah günah adamı yandırır, bu düzəni Allah yaradıb da. Dünyada cəza verir, axirətə qalmasın, olmaz ki, heç birində cəza verməsin. Özü yaradıb da bu düzəni. Bax, burada bəziləri ilişir, başa düşə bilmir ki, Allah özü yaradıb, amma yaranmışların tutumuna uyğun. Yaranmışların tutumuna uyğun. Belə yaradıb, çünki başqa cür olmaq qabiliyyəti yox idi varlıq aləminin. Necə ola bilərdi, elə olub. Bunu izah eləməyəcəm. Quranda ayə var, incəliyə bax ayədə. Əlləzi ə'ta kullə şeyin xəlqəhu. Buyurur ki, Allah o kəsdir ki, Musa Peyğəmbərin dilindən deyir. Çox incə, bu göstərir ki, Allah kəlamıdır. Deyir, Allah o kəsdir ki, hər bir şeyə öz yaradılışını verdi, demir, yaratdı. Deyir, yəni daşın daş olmaq qabiliyyəti var idi, daşlığı ona verdi. Ağacın ağac olmaq qabiliyyəti var idi, ağaclığı ona verdi. Bir şeyi yaradıb qərar vermədi ki, bu ağac olsun, bu daş olsun, bu torpaq olsun. Nəyin nə olmaq potensialı var idi, onu ona verdi. Allahın ayəsində incəliyə bax. Ə'ta kullə şeyin xəlqəhu. Bir dənə bunu oxusun, deyərsən ki, Allah var. Bu ayədən. Bu qədər incəliyə baxın. Allah hər bir şeyə öz yaradılışını verdi. Yəni, kimlik zati məsələdir. Bu nə ola bilər? Potensial nədir? Adam ola bilər, filan ağac ola bilər, meyvə ola bilər, nə bilim mən, ot ola bilər, heyvan ola bilər, nə ola bilər? Hər şeyin nə ola bilməsi onun zatıdır. Allah o yaradılışı sadəcə ona verir. Bilməm da indi bundan artıq dərsə çevirmək istəmirəm xütbəni.